Bir dayanaq baxaq. Süni intellekt bizə nə verir? Böyük məlumatı qısa zamanda strukturlaşdırır, emal edir. Bizim üçün videolar, şəkillər yaradır. Bəzi suallarımıza cavab verir. Böyük məlumatı təhlil edib problemlər üçün təkliflər verir. Bütün bunlar bizə nə kimi töhfə verir? Birincisi bizə vaxt verir, düzdür? Vaxtımızı qısaldır, çox qısaldır. İkincisi işimizi daha produktiv görməyə, effektiv görməyə kömək olur. Mən vaxt məsələsində qalmaq istəyirəm. Vaxt verir bizə, bizim deməli boş vaxtımız yaranır. Bəs o boş vaxtı biz nəyə sərf edirik? Düşündünüzmü? Bir bu məqam, ikinci məqam odur ki, yalnız bizim boş vaxtımız yaranmır. Başqalarının da boş vaxtı yaranır. Bilirsiniz, onlar o boş vaxtda nə edirlər? Çoxlu məlumat istehsal edirlər. Və biz kirli məlumatın içində itib batırıq. Gələcəkdə bu qədər böyük məlumatı təhlil edib, bizə lazım olan məlumatı tapmaq və onu məqsədlərimiz üçün istifadə etmək ən böyük bacarıqlardan biri olacaq. Gələcəkdə bizə peşələr deyil, bacarıqlar lazım olacaq, düzdür. Amma mən deyərdim ki, yalnız bacarıqlar deyil. Sizin kim olduğunuz lazım olacaq bizə. Siz kimsiz? Hansı güclü tərəfləriniz var? Hansı arzularınız var? Hara getmək istəyirsiniz? Bu işə nə töhfə qata bilərsiniz? Faydanız nə olacaq işinizdə, evinizdə, ətrafınızda, mühitinizdə, ölkəniz üçün? Və bunun üçün birinci özünüzü tanımalısınız. Kim olmaq istədiyinizi özünüz seçməyinizi istəyirəm. Amma mənim sizdən bir istəyim olacaq. Mən istəyirəm ki, siz milyoner olasınız. Gülməlidir, düzdür. Niyə milyoner? Burada peşədən danışırıq, liderlikdən danışırıq, menecerlərdən danışırıq. Mən təkcə sizdən malik olduğunuz maddi resurslara deyil, milyoner təfəkküründə olmağınızı istəyirəm. Milyoner təfəkküründə olmaq o deməkdir ki, siz nə istədiyinizi bilirsiniz. Əminsiniz, rahatsınız, səbirlisiniz, qayğıkeşsiz, resurslusuz. Yarada bilirsiniz, yaradıcısınız. Əminsiniz, vizyonunuz var, gələcəyə baxışınız var.